Bir izleyicimiz bize yazmıştır ki file silinirken failin silinmesi hakkında sorulu penceresi ekranda görünmür. Ben istəyirəm ki, həmin pəncərə görsənsin. O həmin izləyiciyə demək olar ki, belə deyil, new folder qovluğundan mən bu iki faylını silirəm. Gördünüz, sorğu vermədən fayl silindi. Düzdür, həmin fayl zibil qutusuna düşəcək. Yəni sorğu pəncərəsi gəlsə də, gəlməsə də zibil qutusuna düşəcək. Sadəcə izləyici istəyir ki, sorğu pəncərəsi görsənsin həmişə. Çünki ola bilsin ki, təsadüfən silib, bilmir. Normalda belə olmalıdır. Faylı seçirik, silirik və bu pəncərə gəldi. Bizdən soruşur, siz doğrudan istəyirsiniz faylı zibil qutusuna atasınız ya yox. Yəni normalda ola bilsin təsadüfən silib, təsadüfən əlindəyib, bilməyib, silib və bunu istəyir. Bunun bu sorğu pəncərəsinin hər dəfə gəlməsi üçün bir qutusunun üzərində sağ düyməyə vururuq. Açaraq kontekst menüdə ayarlara giririk. Burada baxın, bu göstərici həmişə seçili vəziyyətdə olmalıdır. Hal-hazırda bu vəziyyətdə hər dəfə silinəndə sorğu pəncərəsi gələcək. Bu vəziyyətdə isə sorğu pəncərəsi gəlməyəcək.